Salam, ötən verilişlərimizdə sizə Azərbaycana, o cümlədən Gəncəmizə köçürülən ermənilərdən, onların burada törətdikləri vəhşiliklərdən, habelə ad dəyişmə siyasətlərindən söz açdıq. Bugün də ermənilərin zəbt etdiyi məhəllələrdən birinin tarixinə, daha doğrusu Molla Cəlili məhəlləsinin keçdiyi tarix yoluna nəzər salacağıq. İrəliyən dəqiqələr göstərəcək ki, Gəncənin həqiqətən də başı bəlalı məhəllələrindən biri də məhz Molla Cəlili məhəlləsi olub. Molla Cəlili sağ sahilbari şəhərin ən böyük məhəlləsi olub, güneydən Çaylı, Çələbyurt, Günçıxandan Hacı Məlikli, 24, güneydən Ərəbli, Xanlıqlar, Günbatandan Gəncə çayı və Kilsə kəndlə əhatə olunub. Onun ərazisi indiki Mirzə Abbas Abbaszadə, 20 yanvar və Nəriman Nərimanov küçələrinin müvafiq hissələrinə düşürdü. Əsasən, indi Ruhi Xəstələr Xəstəxanasının arxa hissəsində köhnə Molla Cəlili olubdur. Yəni, bunu mənə ağsaqqallar, nənəm, o devir görmüş insan mənə bizim cavanlara söylüyordu ki, bizim ata-baba yurdumuz, evlərimiz bura olur. Molla Cəlili məhəlləsinin keçmiş yeri müasir dövrdə, yəni Kənd Təsərrüfat Akademiyasına məxsus olan indiki Zoofaq deyilən yer var. El arasında Yeğistur da deyirlər, o ərazidə olub. 1905-ci ilə qədər o Molla Cəlili məhəlləsi, Hacı Məliklər, bir də Seyidlər deyilən bir məhəllə vardı. O üç məhəllə həmin ərazidə olurdu. Molla Cəlili toponiminə Azərbaycanda Borçalıdan tutmuş Qarabağa qədər geniş bir ərazidə rast gəlmək mümkündür. Hətta Gəncənin 10 versliyində, yəni indiki Göygöl rayonunun ərazisində də eyni adlı kənd mövcuddur. Lakin Molla Cəlilərin Gəncəyə Borçalıdanmı, yoxsa Gəncəbasardanmı gəlmə olduqları və yaxud güclü türk tayfalarından birinin qolu olmaları barədə əlimizdə dəqiq, səhih informasiya olmadığı üçün bu barədə səlahiyyətli söz demək bir qədər çətinlik yaradır. Molla Cəlili ifadəsini biz iki əsasdan götürürük. Ümumiyyətlə, yerli cəmaatın özünün dediyinə görə küçənin əsasını bu 17-ci əsrin sonlarına doğru Molla Cəlili deyilən bir nəfər qoyur. Bu şəxsi məhəllənin banisi hesab edilir. Haqqında da müəyyən şeylər danışırlar ki, ürəyi açıq adam olur, qonaqpərvər bir insan olur. Kasıb yaşamasına baxmayaraq evinə gələn bir adamı boş qaytarmazmış. İkinci bir məsələ belə göstərilir. Molla Cəlil termini İran ərazisində, Qaradağ və Əhər vilayətindən Şah Abbas tərəfindən köçürülən tayfaların ümumiləşmiş bir adı olur. Bu ehtimal da var, belə bir ehtimal da. Bu ehtimalı mən təsadüfən məşhur bir türk tarixçisi var, Əhməd Cəfəroğlu. Onun kitabından təsadüfən oxudum ki, İranın Qaradağ vilayətində yaşayan Qacar tayfaları bir neçə əraziyə bölünüblər. Bunların bir hissəsi Şah Abbas tərəfindən köçürülüb. Bunlara ümumilikdə Molla Cəlili deyilən bir etnik ad verilir. Amma etnik adın, Molla Cəlili deyilən bu etnik adın kökü dəqiqliklə haradan çıxıb, bunun mənbədə mən rast gələ bilmədim. Belə bir məsələni ortaya qoyublar. Bax, o Cənubi Azərbaycandan gəlmədi var da, onu Bəxtiyar yaxşı izah elədi. Bu, məsələn, Süleyman Dəmirəl də Çələbidir. Barış Manço da Çələbidir. Burada da məsələn bizim nəslimizin adı Çələbidir. Deməli, Molla Cəlidə Çələbilər nəslinin bir qoludur. Bəli, həmin o Çələbiyan nəsli var, deyir Cənubi Qaradağlıda, Cənubi Azərbaycanda. O, bax, oradan gəlmələrdir. Gəncəbasardakı Molla Cəlili kəndində 1804-cü ilin martında 22-si kişi, 35-i qadın olmaqla 17 evdən ibarət 57 nəfər əhali olmasını nəzərə alsaq, Gəncədəki Molla Cəlilinin böyük ərazisi və əhalisinin sayı arasındakı uyğunsuzluq aydın nəzərə çarpır. Bu hadisə eyni adlı hər iki yaşayış məskəninin təxminən eyni vaxtda salındığını ehtimal etməyə əsas verir. Hər halda, həmin kəndin Gəncəyə köçməsi üçün göstərilən dövrdə elə bir səbəb tapmaq olmadığından belə güman etmək olar ki, kənd Molla Cəlili Gəncədəki Molla Cəlililərin yaylaq yeri olub. 19-cu yüzilliyin əvvəllərində baş verən siyasi hadisələr nəticəsində kənd kimi formalaşıb. Bəzi mənbələrdə isə Gəncədəki Molla Cəlili məhəlləsinin yaşına görə Molla Cəlili kəndindən daha qədim olduğu göstərilir. Bunu həmçinin 1804-cü ilin kameral siyahısındakı
Molla Cəlilli adlanan kilsəkənd ifadəsi də təsdiq edir. Xanlar rayonunda olan Molla Cəlilli əslində bu Gəncədən gedənlərdir. 5-ci ildə bu ermənilərin təzyiqinə məruz qalıb, buradan ora köçənlərdir. Amma samuqdur, o ərazilərdə olan Molla Cəlilin kəndlərinin hardan, necə formalaşdığını bilmək olmaz. Amma siz deyən o barədə mən razıyam ki, bu bir etnik ad olub. Bir neçə tayfanın etnik adı olub. Molla Cəlilli adı altında bu ərazilərə böyük bir tayfalar yerləşdirilib. Adətən Qacar tayfaları yerləşdirilib. Göygöl tərəfə yox, sol tərəfdə Cütbacı dərəsi var. O dərədə məskunlaşırlar. Dərə bir-birinə çox eyni oxşar meşələrdir, eyni dağlardır, eyni formadır. Yəni bu dərəyə girib, o birisi dərəyə girəndə yanılırsan. Yaxud o dərənin birinə getmək üçün yanılıb o birisinə getsən. Sonra görürsən, orada deyir, qayda o birisinə girsən. Çox oxşardır, əkiz uşaqlar kimi bir-birinə oxşardır. Onun ikisindən axan su azlığı təşkil edir. Sel, yağış vaxtı suyun biraz gücü olur, sonra çox nazilir. Molla Cəlillər gəlib həmən sahədə bir neçə il yaşayıblar. Əlverişli siyasi şəraitdə sürətlə ərazisini genişləndirən kilsəkənd tədricən əvvəllər Molla Cəlilli məhəlləsinə mənsub olan yerləri mənimsəməsə də, tarixi sənədlərdə qalmaqda olan Tatarski Ças Molla Cali, Armiyanski Ças Molla Cali, Molla Cəlillidəki Müqəddəs Nina Qız Məktəbi, Güney hüdudları Xanlıqlar kəndinə çatan yuxarı Molla Cəlilli bölgəsi kimi ifadələr həmin məhəllənin əvvəllər nəinki adicə məhəllə, hətta böyük bağman kimi ayrıca bölgə olduğuna sübut edir. Həmin bölgənin sağ sahilbayır şəhərin Çaylı və Çələbyurd məhəllələrindən güney tərəfə olan bütün hissəsini əhatə etdiyini ehtimal etmək mümkündür. Hər halda 17-18-ci yüzilliklərdə Molla Cəlilli sağ sahildə böyük bir məhəllə kimi noyabr ayının sonunadək olub. Molla Cəlillilərin sonadək sağ sahildə yaşamamaqlarının əsas səbəbi təbii ki, Rusların erməniləri Azərbaycana, o cümlədən Gəncəyə köçürmə siyasətinin nəticəsi idi. Şəhərimizin icra hakimiyyətinin başçısı Eldar Əzzov öz məşhur difa kitabında göstərir ki, Ruslar himayə etdikləri ermənilər və sıxışdırdıqları Azərbaycanlılar arasında yaşanan bu qırğını dost, qardaş, vətəndaş müharibəsi adlandırır. Baxmayaraq ki, bu qırğının bilavasitə təşəbbüskarı məhz Ruslar olub. Nəinki Ruslar, hətta erməniləri himayə edən digər dövlətlər hər nə qədər bu qırğını örtbasdır etsələr də, sonda yenə də bəzi məqamları gizlətməkdə özləri də çətinlik çəkiblər. Məsələn, məşhur Rus diplomatı və yazıcısı Türkmənçay müqaviləsinin şərtlərinə əsasən ermənilərin Azərbaycana köçürülməsinin bilavasitə təşəbbüskarı olan Qribayedov yazırdı. Erməni əhalisi əsasən müsəlman torpaq sahələrinin ərazisində yerləşdirilirdilər. Onlar yavaş-yavaş müsəlman əhalisini ərazilərdən sıxışdırıb çıxarmağa başlayırdılar. Biz həmçinin müsəlman əhalisini düşdükləri çətin vəziyyətlə barışdırmağa və onları inandırmağa çalışmalıydıq ki, bu çətinliklər uzun sürməyəcək və ermənilər müvəqqəti onlara yaşamağa icazə verilən ərazilərdə daimi olaraq qalmayacaqlar. Təbii ki, Rus imperiyasının hakim dairələri Cənubi Qafqazda yeritdikləri müstəmləkə siyasətində ermənilərə çox bel bağlayırdılar. Amerika alimi Kastim McCarthy isə yazılarında Cənubi Qafqazda, daha doğrusu Azərbaycanda erməni koloniyalarının yaradılması haqqında bunları deyib. 1828 və 1920-ci illər arasında yerlərdə əhalinin demoqrafik tərkibini ermənilərin xeyrinə dəyişmək siyasəti nəticəsində 2 milyondan çox müsəlman məcburi olaraq yaşadıkları ərazilərdən sürgün edilib. Dəqiq məlum olmayan sayda insan isə qətlə yetirilib. Ruslar 2 dəfə 1828 və 1854-cü illərdə Şərqi Anadoluya hücum edib. Lakin hər iki halda geri çəkilməyə məcbur olublar. Geri çəkilərkən isə onlar özləri ilə 100 min ermənini də Qafqaza gətirib və yurdlarından qovulan, məhv edilən türklərin, yəni Azərbaycanlıların yerlərində yerləşdiriblər. Belə etirafları təkcə biz Rus alimlərindən demirik. Məsələn, Papazyan var, erməni alimi. Armiyanskiy Dokumenti Matenadanana belə bir kitab var. Orada etiraf edir ki, müəyyən bir cümlə şəklindədir belə.
Orada etiraf edir ki, Azərbaycan ərazisində erməni mədəniyyətinin, erməni tarixinin kökü Türkmənistan müqaviləti ilə başlayır. Yəni, erməni tarixçilərin özləri içərisində də real insanlar var. Həm də ki, bilirsiniz, ermənilər real və düşüncəli, pragmatik düşünən xalqdırlar bəzi şeyləri. Yəni, nə mənada yalanı da müəyyən yerdə həqiqətin üstündə qurmağı bacarırlar. Bu, onlarda bir olan xüsusiyyətdir. Belə bir şeylərə görə də erməni tarixçilərindən bunu çox eşitmişəm, məsələn. Yenə bir məsələ kitab vardı, buralarda çıxmışdı. Zaqafqazskaya dela, belə Armiyanskaya dela, dela Vayna Zaqafqaziya, belə bir kitab vardı. Orada da erməni tarixçilərindən misal gətirilirdi ki, ermənilər buralara köçürülmədir, ermənilərin köçürülmə məsələlərini araşdırırdı. Sonra Lalayanın bir kitabı var, Kontrrevolyusionni Daşnaqsyonu Его противоправные действия против Azərbaycansı, na Qafqaziya bizim bağışlayın. Orada da yenə 27-ci ildə çıxmışdı bu. Ermənilərin bəddam qəhrəmanı var, Andranik Migranyan. Onun böyük, belə Oqanyan, Andranik Ohanyanın qəhrəmanlıqlarından danışırdı. Və orada da yenə bir formada danışırdı ki, ermənilərin Qafqaza köçürülməsi və Qafqazda qalması Türkmənistan müqaviləsindən sonra rusların və müsəlmanların hesabına mümkün olmuşdur. Belə bir şey yazmışdı ki, yəni müsəlmanlar onlara orada yer vermişlər. Əbəs yerə deyil ki, ermənilər tarixən özlərinin ən xoş çağlarını müsəlman türk dövlətlərinin, o cümlədən Qafqaz bölgəsində aparıcı amili olan Azərbaycan dövlətinin tərkibində bura cəm halda köçürüldükləri son əsrlər ərzində yaşayıblar. Mənfur qonşularımız hər nə qədər 6000 illik tarixlərinin olduğunu desələr də, antik müəlliflərdən olan Platon qədim Albaniya dövlətinin ərazisində ermənilərin yaşamadığını qeyd edir. Ümumiyyətlə, ermənilərin Qafqaz bölgəsində yaşayan bir etnos kimi xatırlanması əslində 19-cu əsrin əvvəllərinə aiddir. Bunu Rus müəllifi Branevski də təsdiq edir. O 1823-cü ildə çap etdiyi kitabında yazırdı. Peterburq Elmlər Akademiyasının akademiki Gildenstedt Qafqaz xalqları arasında 7 dil dialektini fərqləndirib. Tatar, yəni Azərbaycanlı, Abxaz, Çərkəz, Asetin, Kistin, Ləzgi və Gürcü. Onların arasında ermənilər haqqında xatırlanmır. Bu o demək deyil ki, Qafqazda, xüsusilə də Azərbaycanda başqa xalqların nümayəndəsi olmayıb. Yəni ticarətlə, müəyyən səbəblərlə əlaqədar olaraq digər xalqların nümayəndələri, o cümlədən ermənilər də Azərbaycan ərazisində orta əsrlərdə olublar ki, onlar da nəzərə çarpmayıblar. Fransız səyyahı Şardenə görə 17-ci əsrin ikinci yarısında İrəvanın özündə 800 ev olub. O, bu evlərdə yaşayanların hamısının müsəlman olduğunu tərəddüd etmədən yazıb. Hətta bu fikri erməni tarixçisi Yerevan Şahəziz də təsdiq edib və Şardenin fikrinə şərik çıxaraq eyni qənaətdə olduğunu bildirib. İndiki erməni tarixçiləri də Qarabağ bölgəsini Albanlar kimi Arsaq adlandırırlar. Ermənilər bilməlidirlər ki, bu termin qədim türkcədə sakların yaşadığı məkan anlamını ifadə edir. Bunu erməni müəllifi Ter Qriqoryan da etiraf edir və haqlı olaraq yazır ki, Dağlıq Qarabağ qədim zamanlarda daha geniş Arsaq əyalətinin bir hissəsi idi. Arsaq isə Azərbaycan əyalətlərindən olan Albaniyanın tərkib hissəsidir. Ermənilərin Qafqaza, xüsusilə Azərbaycana köçürülməsi prosesi çarizmin müstəmləkə siyasətinin bir qoluydu və Rusiyanın ucqarlarını xarici müdaxilələrdən qorumaq üçün xristiyan əhalidən ibarət etibarlı dayaq yaradılmasını nəzərdə tuturdu. Rus müəllifi Glinka yazır ki, 1828-ci ilin fevralından etibarən Qarabağ bölgəsi erməni mühaciratının əsas istiqamətinə çevrildi. Yeni istila olunan vilayətlərə xalqın axını oralarda çörəyin çatışmamasına səbəb oldu. Bu zaman erməni əsilli çar zabiti Lazareo belə bir sərəncam aldı ki, erməni köçkünlərinin yolunu Naxçıvan və İrəvan xanlıqları əvəzinə Qarabağ xanlığına yönəltsin. Çünki güman edirdilər ki, orada etibarlı və bol ehtiyatlar var. Qeyd edək ki, 19-cu əsr boyu legal və qeyri-legal sürətdə İran və Osmanlı ərazilərindən ermənilərin Şimali Azərbaycana axını prosesi davam edib. Şavrov yazırdı ki,
1878-ci illər Rus-Türk müharibəsindən sonra Qafqaza daha 85 min erməni köçürüldü. 19-cu əsrin 90-cı illərinin ortalarında isə Qafqaz bölgəsinə daha 90 min erməni köçkünü gəlir. Çar hökuməti erməniləri Qafqaza, xüsusilə Azərbaycana köçürməklə kifayətlənməyib. Eyni zamanda müsəlmanların zor gücünə qonşu ölkələrə qovulmasını da təşkil edib. Bunun nəticəsində son 200 il ərzində ermənilərin sayını süni sürətdə artırıblar. Köçürülmə siyasətinin nəticəsidir ki, öz dədə-baba yerlərindən didərgin düşən Molla Cəlillilər sonradan Gəncənin sol sahilinə üst tuturlar və İmamlı və Dördyol məhəllələrinin qovşacağında, hazırki İsrafil Məmmədov və Üzeyir Hacıbəyov küçələrinin kəsişməsində yenidən məhəllə halında məskunlaşırlar. Keçmiş nəsillərdən indi azdan çoxdan soruşduğuma görə doğrudan da mübarizənin, yəni o qanlı soyqırımın başlanğıcı elə Rusiya Kazaklarının fitnəkarlığı sayəsində qoyulmuşdu. Hadisə baş vermişdi o zamanki Gəncənin bazarında. Bazar indiki bizim meydanın yerində idi. O yerdə Kazaklar erməniləri gətirib cəmaatın arasından keçirdəndə ermənilər tərəfindən həbs olunmuş adamları cəmaat arasında birdən belə bir şaiyə buraxdılar ki, güya bunlar Azərbaycanlıların öldürülməsində günahkar olan şəxslərdir. Aydın məsələdir ki, belə şeydə Azərbaycanlılar boş qoya bilməzdilər və o hadisə ermənilərin üzərində Azərbaycanlıların hücum etməsindən də bu Gəncədə bu hadisələr başladı. Bizim indi durduğumuz ərazi isə əvvəllər qəbristanlıq olub. Yəni ətraf əhalinin dəfn həyata keçirdiyi qəbristanlıq olub. Sadəcə bu ermənilərin mübahisə zəminində, ortada böyük bir anlaşılmazlıq zəminində ermənilərin təzyiqi ilə bu ərazilər Molla Cəlli, yenə Seyidlər və Hacıməli kütlələri tərəfindən məskunlaşdırılıbdır. Seyidlər burada böyrümüzdə küçənin o tərəfə, Vaqif küçəsinin indiki Əttarlar küçəsidir. Hacıməli də o gedir. Həmin küçənin ara küçə kəsməsi olan hissə Seyidlər bir də Əttarlar gedir. Sonraki dövrlərdə düzdür, ermənilərlə mübarizənin gedişində bu küçənin əhalisi böyük qəhrəmanlıqlar göstərmişdi. Məsələn, bu dövrdən olan məşhur qəhrəmanlar vardı, Məşədi Hilal vardı, Məşədi Yusif kişi vardı ki, bu şəxslərin təşkil etdiyi dəstələrin də ermənilərin Gəncədən sıxışdırılmasında, 5-ci ildə ermənilər üzərində Gəncədə böyük üstünlük saxlanılmasında rolları olmuşdu. Özə belə yaxından iştirak eləmişlər bu məsələlərdə. Yox, müsəlmanlar buradan köçürüləndə oradan köçürüləndə. Onun bir hissəsi bura köçürülür, bir hissəsi Eminbəyli tərəfə köçürülür. Bu saat orada yaşayırlar. O Şah Abbas məscidini idarə edən qardaşlar var, saqqallı, onlar da Molla Cəllilər. Onlar Eminbəyli tərəfdə yaşayırlar. Bir hissəsi ora köçürülür, bir hissəsi bura, bir hissəsi də o Xandar tərəfdəki bu kəndə köçürülür. Bax, belə şəkildə ağırlanırlar. Şura inqilabı başlayan dövrlərdə burada ermənilər Azaddan, Kamadan, Kuçudan, Bayandan çox yığılıb məskunlaşıblar. Hələ ermənilər burada Şah Abbasın evində yaşadığı vaxtda Şah Abbas onlara meşid tikdirib və s. Bunun kölgəsində hər yerin zir-zivil erməniləri yığılıb gəlib bu zonada məskunlaşıb. Belə olduğu halda bunlar bir-birindən heç bir xatası olmuyor Molla Cəllilərlə onların. Elə ki, Sovet hakimiyyəti, Şura hökuməti gələndə burada ermənilərlə Azərbaycanlılar arasında qəti mübarizələr əmələ gəlir. Belə ki, həmin devirdə ermənilər Rus qoşunlarını evlərinə doldurublar, özləri də güclü silahlanıblar və bunun nəticəsində Azərbaycanın bütün vətənpərvər igidoğulları, bəyləri, xanları, qaçaqları, qolçonmaqları hamısı yığılıb Gəncədə güclü vuruşma aparıblar. 3000 Rus əskərini əsir alıb Gəncə qalasına doldurublar. Bu halda bu Molla Cəlillər ermənilərlə çox yaxın olduğu üçün onlar ermənilərdən xatə gözləyir. Bunlar Gəncə çayının sol sahilinə keçiblər. Halbuki indiki onlar bizim köhnə bazarın qarşısında yaşayanlar, Molla Cəlillər. Əlbəttə ki, burada bir sadələşdirilən məqam nəzərə çarpır. Əslində Qarabağ və Bakıdakı erməni-müsəlman qovğaları zamanı Gəncə erməniləri artıq yaxşı silahlandırılmışdılar və müəyyən mənada mükəmməl hərbi qüvvəyə malik idilər. Nəinki Gəncədə, hətta bütün Gəncə quberniyasında
erməni icmalarının əvvəlcədən müəyyən olunan plan üzrə hərəkət edərək, bacarıqlı rəhbərlərinin başçılığı ilə vacib strateji məntəqələri ələ keçirmək üçün hərəkətləri Yelizavetpol qəza rəisinin Yelizavetpol qubernatoruna 14 may 1906-cı il tarixli 114 nömrəli raportunda çox ətraflı və obyektiv şəkildə təsvir olunub. Sabahı Gəncədə erməni-müsəlman davası başlanır. Ermənilər çayın sağ tərəfini tutaraq böyük vəhşiliklər törədirlər. Molla Cəlilli ağsaqqallarından Kəbilə Möhsün kişinin sinəsində ocaq çataraq onu əzabla öldürürlər. 10 Molla Cəlilli qızını əsir tutub girov saxlayırlar. Bundan sonra Molla Cəlillilər dörd yolun alt tərəfinə köçürlər. Bu söhbət ağsaqqal yaddaşının bizə çatdırdığı hadisələrin qısa təsviridir. Və oradan Rusun köməyi ilə bunları çıxardıblar. Amma o çıxarılma hələ 1905-ci ildə o demək olmuyor ki, Gəncədə ermənilər gücləniblər, yox. 1905-ci ildən sonra Gəncədə ermənilər zəifləyiblər. Məsələn, mənim atam deyirdi ki, 1905-ci ildən sonra Gəncədə 5-ci ilə qədər Gəncədə qeyri-ərzaq mağazalarının hamısı ermənilərin əlində olub, əksəriyyəti. Amma 5-ci ildən sonra onu Azərbaycanlılar, müsəlmanlar yiyələniblər. Daha o erməni bura qədər girişə bilmir. O qədər 5-ci ildən sonra Gəncədə erməni özünü qalib hesab eləmir. O məğlub vəziyyətdir. Niyə, səbəb nə oldu? Səbəbi odur ki, Gəncə cəmaatı qəbul eləmir bunlar. Ta əvvət bir də 20-ci il, bəli, 18-20-ci ilə qədər bir də. 18-20-ci ildə Gəncə cəmaatı ermənini qovubdu Çaykəndə. Bütün Gəncə basardı, erməni basılıb Çaykəndə. Hər gün, 18-20-ci ildə hər gün 100 atlı gedirmiş ora Çaykəndə, 100 atlını dəyişirmiş oradakını. Ermənini atışırlarmış hər gün. 18-20-ci illərdə. Sonra 20-ci ildə Bronpoyez bura gələndə, o Gəncə üsyanı ilə bağlı da qarnizonu bilirsiniz, o Gəncə üsyanı bilirsiniz, o 20-ci ilin may ayında burada qarnizon olur. Qarnizonu məhv eləyiblər. Qarnizonu məhv eləyəndən sonra burada Gəncədə hakimiyyəti ələ alıblar. Sonra Bronpoyez gələndən sonra da güc çatmayıb. Bronpoyez gələndə dayanıblar, bizi rehlilə. Sonra erməni Çaykətdən çıxıb bu çayın sağ sahilində topları qurublar. Bax bizim o Kırşanın orasında bax, orasını da erməninin topu dağıdıb. O cümlədən də oradan müdaxilə eləyiblər arvad uşağa falana, feşməkana. Çıxan qaçan qaçıb qaçmayanda qalıb da belə bir vəziyyət olur. Məsələn, bir epizodik hal deyərəm. Mənim nənəm bu 5-6 ev burada o tərəfdə olub, ana nənəm. O getməyib. Kırşada çıxıb yaşayıb. Bir 5-10 gündən sonra fikirləşib ki, gedim qızımgildən aynı öyün gətirim, kisib götürərlər. Eşiyə çıxan kimi ki, Rus saldatına rast gəlir. Bu Rus saldatına rast gələn kimi saldatın biri şaşqanı çəkib ki, öldürsün arvadı. Arvad qaçmayıb, durub qabağında deyib, Əli əleyhissalamı buradan vurublar, məni də buradan vur. Durub qabağında belə deyib, vur. Saldat belə baxıb görür ki, arvad qorxmadı heç. Şaşqanı qoyub çıxıb gedir. Da uzaqlaşıb deyir. Yəni bu mənəvi cəhətdən düşməni öldürmək deməkdir də belə şeylər. Yelizavetpol şəhərinin ikinci hissəsinin, yəni Çar zamanındakı bölgəyə əsasən yerli cəmaatın Ftaroyçaz adlandırdığı ərazinin pristav əvəzi Kamsarakanın Yelizavetpol polismeystrinə 27 noyabr 1905-ci il tarixli raportunda Yuxarı Molla Cəlilidə Hacı Bülbülovla Krikor Ter Arityunovun bağları arasında iki müsəlmanın gecə ikən öldürülüb koloniya yoluna, bir nəfər faytonçu müsəlmanın öldürülüb qubernator bağındakı fəvvarələrin yanına atılması, Çaylı və Molla Cəlilli məhəllələrinin ermənilər tərəfindən intensiv atəşə tutulması, yuxarıda göstərilən 3 nəfərdən başqa Hacı Məliklilərdən Tağı bəyin, Mikailin, Məşəd Rəhim Hacı Məlikovun dükanında işləyən naməlum Tatarın, Qaratat Mustafaoğlunun, Molla Cəlillilərdən Güllü Aşur qızının və Əli Nağoğlunun öldürülməsindən sonra noyabrın 20-sində gecə öz əmlaklarını qoyaraq şəhərin birinci hissəsinə keçdiklərini oxuyuruq. Bir qrup oradan saldatlar yığırmış, Azərbaycanlılar keçirdilərmiş bəriyə. Ayrı orada erməni hücum eləsin filan, erməninin elə bir gücü olmuyor orada elə. Yenə deyirəm, bunlar güclü olublar. O bəyləri çox narahat ediblər orada. O Niqalay bəy, sonra o filanı. Məsələn, Niqalay bəyin oğlunu mənim əmim öldürüb. Niqalay bəyin, bunlar oradan gələndən sonra mənim balaca əmim bu Qost teatrın yanında, dram teatrının yanında gəzirmiş.
Bu Niqolay bəyin oğluna rast gəlir. Bu da 5-10 açılanlı, gümüş xəncəl falan belə. Bunun qoluna girir ki, gedək bağınıza. Bunu o tiki çıxardır, qalxırlar, bağa gedirlər. Bağın içinə girən kimi qayıdır ki, baba kişi, indi sənin Həzrət Abbasın sana kömək eləsin. İndi səni öldürəcəm. Əlini atır, qobru açır, onun açılarını çıxardana kimi. Demə, baba kişinin də burada bir berdanqası varmış, kostyumun burasında. Berdanqanı salıb bircə dənə gülləymiş, kəlləsinə qoyur, yıxır yerə. Göründüyü kimi Molla Cəlillərin bu əraziyə, yəni sol sahilə köçürülmələri ağır cinayətlərlə müşahidə olunub və heç də ilk baxışda təsəvvür olunacaq bir yerdəyişmə olmayıb. Onların sağ sahildəki əmlakları isə yandırılıb və demək olar ki, qarət olunub. Sol sahildəki Molla Cəlilli məhəlləsində 1916-cı ildə 474 ailə yaşayıb. Molla Cəlillilər sol sahilə köçdükdən bir müddət sonra isə öz məscidlərini tikiblər. Bir zamanlar Kəlağayı sexi kimi də fəaliyyət göstərən və hazırda Gəncə Texniklər Stansiyası kimi fəaliyyətdə olan Molla Cəlilli məscidi günbəzsiz tipli olub, məhəllə cəmaatının və Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin köməyi ilə tikilib. Bilirsən, bu cəmaat dindar cəmaat olubdur. Molla Cəlilli cəmaatı Allah Peyğəmbəri tanıyan, o da o Cənub Nəzarla bağlı olduğuna görə. Ona görə 5-ci ildə gəlib ki, bax, bu məscid tikilib. 5-ci 10-cu il arasında bu məscidi tikiblər. Sonra bu məscidin Sovet hökuməti buranı elədi zivil idarəsi. Bura Soyuz İTL, Soyuz Utel. Utel, yəni zivil idarəsi idi də bura. Bura yığırdılar, sümük yığırdılar, filan edirlər. İyidən yayda tərpənmək mümkün olmurdu. Bütün təhqir edirdilər də, məscidi zayıf insanları təhqir edirdilər. Nəsə, Sovet hökuməti öləndən sonra düzəldiblər, sağ olsunlar, işlədilər. Sovet hökumətinin vaxtından da elə bu işləyirdi. Amma 50-ci illərdə, 40-cı illərdə, 60-cı illərdə bura elə vəziyyətdə idi, pis vəziyyətdə idi. Burada gələn kimi belə bir məscidin tikilməsinə ehtiyac vardı. Birincisi nəyə görə? Şəriətə görə əhalisi 50 mindən yuxarı olan şəhər, əgər tayfadırsa da əhalisi 10 mindən yuxarı olan tayfanın mütləq məscidi olmalıdır namaz qılmaq üçün. Bu şəriət məsələsidir. Molla Cəlilli tayfaları, ümumiyyətlə Qazar tayfaları, Səfəvi xanədanının, ondan sonra da Nadir xanədanının əsas dayağı olan tayfalar sayılır, Əfşarlar xanədanı. Şahsevən tayfalarının tərkibində də bunların bəzilərinin adları gəlir. Və bunlar xüsusi bir dindar tayfalar olduğuna görə, yəni şaha sədaqətli olmaqdan başqa, həm də xüsusi bir dindar tayfa olduqlarına görə onlara belə bir ad verilmişdir. Aydın məsələdir ki, belə bir tayfanın bu ərazilərdə yerləşməsi məscidlərin tikilməsində müşayiət olunmalı idi. Çünki şahsevən olmaq nə deməkdir? Təhcə şahı sevmək, şaha sədaqətli olmaq mənasında deyil. Həmin tayfaya bu ad Səfəvi xanədanının müridləri, Səfəvi şeyxlərinin müridləri adı altında verilir. Mürid isə biz bildiyimizə görə şeyxin davamçısına, onun müəllimi, təriqətin davamçısına və şagirdinə deyilir. Ona görə onların olduğu yerdə məscidin tikilməsi bu xüsusi bir məsələ idi. Amma bu məsciddən başqa burada bir Seyid qəbri də olmuşdu. O vaxtlar cəmaat gəlib ətrafında namaz qılırdı, oruç tuturdu. Göstərə bilsəydiniz, göstərərdik oranı da. Və bu ərazidədir, yaxınlıqda, maşın dönən yerdə. Yox, o qəbir sonra Sovet hökuməti tərəfindən ciddi cəhlə söküldü, ciddi cəhlə. Hər dəfə sökülmüşlər, qəbir birə çıxırmış, bir nə qədər, gəlib bir də dağıdırmışlar, üstünü asfaltlayırmışlar, bir də belə çıxırmış. Belə bir forma, Seyid qəbri deyirdilər, biz bilmirik kimdir. Yəni, mən də şəxsən bir neçə adamdan maraqlandım, mənə deyən olmadı. Amma mənə deyirdilər ki, ağsaqqallar, küçənin ağsaqqalları həmişə gəlib o qəbrin ətrafında ya ehsan verərmişlər, ya nəzir verilmişlər, ya da ki, ölüyə bir fatihə ya namaz qılıb gedirmişlər. Burada əvvəllər bu yumru dairəvi yerdə qəbristanlıq olub. Ora Molla Cəlilin qəbristanlığı olmur, elə köhnə qəbristanlıq olub. İmamlı qəbristanlıq olub. Ona Seyid qəbri deyirlər. Hardasa 60-cı illərdə orada su çəkilən zaman qəbir çıxmışdı. Araşdırdılar, müəyyən olundu ki, bu Seyid qadındır, qəbridir. Elə ona görə o devirdən o əraziyə Seyid qəbri deyirlər. Yeri gəlmişkən, onu da qeyd edək ki, sağ sahildə yaşadıkları zaman Molla Cəlilli sakinlərinin əsas məşğuliyyətləri maldarlıq idisə, sol sahilə köçərkən məhəllə cəmaatının məşğuliyyətində bir qədər dəyişiklik nəzərə çarpır. Bu ərazidə artıq onlar sənətkarlıq
ticarət, papaqçılıq və digər sənət vərdişlərinə yiyələnirlər. Qaldı ki, bu cəmaatın burada əsas yaşayış işi sənətkarlıq olub. Bu cəmaatın əsas peşəsi olub bənnalıq, papaqçılıq, xarratlıq, bax belə işlərlə məşğul olurlar. Məsələn, Xarrat Süleyman olub, orada Dörmədə Xarrat Süleyman olub. Gəncədə bəlkə də birinci dəfə inqubatoru o kişi düzəldir. 30-luq lampa ilə bir dənə şkaf düzəldibmiş, yumurtanı yığırmış, o birinci elə bil inqubatoru o kişi düzəldir Gəncədə. Hələ 20-ci illərdə, zaten 20-ci illərdən qabaq var, belə o Xarrat Süleyman. Sonra onun oğlu Neft Kimya İnstitutunda professor idi. Şəhərin öz qanunları var. Molla Cəlillərin əksəriyyəti sənətkarlıqla məşğul olur. Çörək pişiriblər, başqa işlərlə məşğul olub dolanmağı bacarıblar. Son dövrdə Molla Cəlillərin Gəncədə yaşayan nəsillə, eyni zamanda o öz əsl yerlərindən olanların içində çox qüdrətli alimlər, savadlı həkimlər, müəllimlər, yəni o kəndə lazım gələn mədəni maarif işçiləri, tibb işçiləri hamısı özlərindən demək. Yəni, bu devirdə çox savadlıdır. Necə Gəncə dünyanın ticarət mərkəzi olan kimi, lap Nizami devrindən də əvvəl, Gəncədə professor da istiqlal veriləsin, bu gendən gələn qanun nəticəsidir. Onlar da kənd təsərrüfatıyla, heyvanlarla, uluları, keçmişləri məşğul olduğu üçün indiki nəsildə də hər evdə həkim də var, müəllim də var, amma o ailədə qatıq satmaq da var, göy satmaq da var, meyvə satmaq da var. Bu da onların genindən qanunlarına xupan qanunlardır. O, heç nəylə insanın qanunundan, genindən gələn qanunu heç nəylə çıxartmaq olmaz. Yaxşı, qonaqpərvər insanlardır. Qapısına gedəsən, hörmətləri olar. Molla Cəlillərin ümumiyyətlə bu ərazinin ata-baba məşğuliyyəti maldarlıq idi. Amma 17-ci əsrin əvvəllərində bura köçürüləndən sonra yavaş-yavaş bu məşğuliyyətdə müəyyən dəyişikliklər olub. Əksəri hissəsi sənətkarlıqla məşğul olublar. Əksəri hissəsi sənətkarlıqla məşğul olublar. Bir hissə isə yenə maldarlıq xasiyyətini saxlayırdı. Hətta 50-ci, 60-cı illərə qədər bu ərazinin əhalisinin ağsaqqalları, yəni qaramal saxlamaqla, xüsusilə camış belə saxlamaqla məşğul olub keçimlərini saxlayırdılar. Və əksəriyyəti belə olub. İçərilərində bəzi insanlar vardı ki, bunlar tacirliklə də məşğul olurdular. Məşhur tacirləri də vardı bunların içində. Yəni, belə məşğuliyyətləri olubdur. Amma maldarlıq təsərrüfatından artıq əlaqəni kəsdikləri qətidir ki, belə bir təsərrüfat olmayıb. Molla Cəlili bölgəsinə, yəni Molla Cəlili məhəlləsinə biz Qaradağda da, İranın Qaradağında da rast gəlirik ki, bu dəqiqədə əksəriyyəti maldarlıqla məşğuldular. Yəni, onu da mən deyə bilərəm. Məhəllə bağları həmin məhəllədən keçən Karxana arxının suyu ilə suvarılır. İçməli su kimi isə Hacı Mirqasım Kəhricinin suyundan istifadə olunurdu. Yuxarı Molla Cəlili adlanan hissədə isə bu zaman yeni erməni küçəsi olan, yəni ermənilərin Azadlar adlandırdığı eyni adlı küçə meydana gəlir. Əmlakları və evlərində məhrum olan Molla Cəlililərin yeni yurd yerində məskunlaşmalarında Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin böyük rolu olub. Bu qurum nəinki Molla Cəlililərin köçürülməsində, hətta 1906-1920-ci illər arasında Gəncədə yaşanan ictimai-siyasi hadisələrdə də geniş rol oynayıb, yəni tarixə düşür. Bununla da daha bir Gəncə məhəlləsinin keçdiyi tarix yoluna nəzər saldıq. Əgər verilişimiz haqqında hansısa fikir və rəyləriniz olarsa, onda dəyişilməz olan elektron ünvanımıza yazın. Daha bir qədim Gəncə məhəlləsində görüşmək diləyilə. Salamat qalın.
sevinç